Diqqətlə qulaq asırıq. İmtahanda bizə ünvanlanmış növbəti situasiya sualı müzakirəsinə baxaq sizlə. İlk olaraq sualın məzmunu ilə tanış olaq. Sualda bizə bildirilir ki, matəm günü keçirilən tədbirlə əlaqədar olaraq məktəbin texniki işçisi məktəbin həyətində olan dövlət bayrağı dirəyinin yuxarı hissəsinə eni 10 sm olan qara lent bərkidir və bayrağı bayraq dirəyinin yarısına qədər endirir. Buna görə müəllimlərdən biri texniki işçinin qanuni göstərişini pozduğunu və həm də bayrağı axıra qədər endirilməli olduğunu bildirir. Müəllim bildirir ki, bayraq axıra qədər endirilməlidir. Texniki işçi razılaşmır. Bayrağın bayraq dirəyinin yarısına qədər endirilməsinin kifayət olduğunu vurğulayır. Dövlət bayrağından istifadə qaydaları haqqında qanuna əsasən situasiya ilə bağlı doğru fikri müəyyən edək. Biz dövlət bayrağından istifadə qaydaları haqqında qanuna nəzər salsaq, həmin qanunda bizə bildirilir ki, Azərbaycan Respublikasının qanunvericiliyində və müvafiq icra hakimiyyəti orqanının elan etdiyi matəm günlərində dövlət bayrağının dirəyinin və dəstəyinin yuxarı hissəsinə eni 10 sm olan qara lent bərkililir və yaxud dövlət bayrağı dirəyin yarısına qədər endirilir. İndi variantlarımızla tanış olaq. A variantında bizə bildirilir ki, müəllim haqlıdır. Matəm günündə həm də dövlət bayrağı dirəyini qara lent bərkidilməli, həm də dövlət bayrağı bayraq dirəyinin axırına qədər endirilməlidir. Axırına qədər olduğu üçün A variantı yanlışdır. B variantında bizə bildirilir ki, texniki işçi haqlıdır. Matəm günündə dövlət bayrağı dirəyinin yuxarı hissəsinə eni 10 sm olan qara lent bərkidilir və ya dövlət bayrağı bayraq dirəyinin yarısına qədər endirilir. B variantımız düzgün cavabdır. Baxaq C variantımıza. Texniki işçi qismən haqlıdır. Matəm günündə dövlət bayrağının dirəyinə eni 10 sm olan qara lent bərkidilməlidir. 15 sm. 15 sm yoxdur və bir də nəzərinizdə qalsın ki, situasiya tipli suallarda və biz qismən anlayışından istifadə eləməyəcəyik. C variantı da yanlışdır və D variantında yenə bildirilir ki, müəllim qismən haqlıdır. Matəm günündə dövlət bayrağı bayraq dirəyinin 1/4-nə qədər endirilməlidir. 1/4 anlayışı yoxdur və yenə də burada qismən anlayışından istifadə olunub. D variantımız da bizim üçün yanlış variant hesab olunacaq. Doğru cavab variantımız olacaq B variantı.